Professor Qüdrət Tahirli və həkim Zərnişan Əlibəyli qohumlarının və tanışlarının həsəd apardığı bir cütlük idi. Ömürlərinin ikinci baharını birlikdə yaşayan bu cütlük ahıl yaşında həm imkan, həm də xoşbəxtlik baxımından çoxlarına nümunə ola bilərdilər. Lakin həmin oktyabr axşamı ailəyə dəhşətli bir zərbə dəyir. Ahıl cütlüyün evdə tək olduğundan istifadə edən qatil və ya qatillər içəri girir, hər ikisini amansızlıqla qətlə yetirir, evdən nə görsə götürüb gedirlər. Lakin onlar elə sanırlar ki, ömürlərinin son illərini yaşayan bu şəxslərin hər ikisi küt alətlə aldıqları zərbələrdən ölüb. Evi qarət olunduqdan sonra Zərnişan Əlibəyli başında küt ağrılarla oyanır və canı bədənindən çıxmamış polisə zəng edir. Bəs yaşlı insanlar qapını kimə, niyə açmışdılar? Necə olmuşdu ki, illərin təcrübəsini qazanan bu şəxslər evlərinə qatil buraxmışdılar? Qatil onların əzizləri idimi? Bəs canı bədənindən çıxmaq üzrə olan Zərnişan son anda qatilin kimliyini hüquq mühafizə orqanlarına deyə bilmişdimi? Əslində qatilin kimliyini biləndə nəinki hüquq mühafizə orqanları, hər kəs şoka düşür. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Professor Qüdrət Tahirli tanınmış pedaqoq idi. Yoldaşı Zərnişan Əlibəyli isə peşəkar həkim. Hər ikisi ikinci dəfə ailə qurmuşdular. Bu izdivacdan bir oğlan övladları dünyaya gəlmişdi. Qüdrət müəllim Zərnişan xanımın ilk izdivacından olan iki qızı da öz övladı kimi qəbul eləmişdi. Onlara da köməklik edirdi. Bu ailədə ögey doğma məsələsi yox idi. Bütün nəsil bu ziyalı ailədən nümunə götürür, işləri çətinə düşəndə onlardan məsləhət alırdı. Bu ailə son illər mehrini Zərnişan xanımın böyük qızının övladı Şəfəqə salmışdı. Onlar Şəfəqi də öz birgə övladları kimi böyütmüş, universitet oxutmuş, hətta toyunu eləməyə də köməklik göstərmişdilər. Artıq Şəfəqin də övladı dünyaya gəlmiş, baba və nəvə onu hər gün görmək istəyirdilər. Məhz bu səbəblə də Şəfəq onlara tez-tez gəlirdi ki, nənə baba nəticələri ilə oynasın. Bu məşhum hadisədən bir gün əvvəl də Şəfəq kiçik oğlu ilə Qüdrət müəllimgilə gəlmiş, tort və mürəbbə gətirmiş, çay içmiş, söhbət eləmişdilər. Söhbət zamanı Şəfəq hər zamanki kimi kirayədə qalmağından gileylənmiş, dolanışıqlarından narazılıq eləmişdi. Daha sonra isə Şəfəq evinə getmiş, Qüdrət müəllimgildə həyatlarına qaldıqları yerdən davam eləmişdi. Son günlər Qüdrət Tahirli nasaz idi. Yaşla bağlı tez-tez xəstələnir, gec sağalırdı. Zərnişan Əlibəyli Şəfəqi yola saldıqdan bir müddət sonra mağazaya getməyi düşünür. Təbii ki, o evdən çıxanda qapını çöldən kilitləyir, yaxud da Qüdrət müəllimi səsləyir, o gəlib qapını arxadan bağlayırdı. Ərinin yatağa uzandığını görən Zərnişan xanım bu dəfə onu narahat eləmək istəmir. Düşünür ki, elə açarı götürsün, qapını arxadan bağlayıb mağazaya getsin. Ancaq nə qədər çalışırsa, açarları tapmır. Sonda Şəfəqə zəng eləyir ki, bəlkə səhvən evin açarlarını götürüb sumkasına, yəni çantasına atıb. Şəfəq də deyir ki, yox, açarlardan xəbəri yoxdur. Belə olduğu halda Zərnişan xanım oğluna zəng eləyir. Oğlu da deyir ki, narahat olmasınlar, usta gətirib qapının qıfılını dəyişdirərlər. Zərnişan xanım vəziyyəti belə gördükdə nə qədər çalışsa da narahatlıq canından çıxmır və mağazaya getməkdən vaz keçir. Həmin gün evdə qalır. Bir müddət sonra isə öz qapılarına kiminsə toxunduğunu hiss edir. Ayaqlarının ucunda qapıya yaxınlaşıb gözlükdən baxır, lakin blokda kimsənin olmadığını görür və düşünür ki, yəqin səhv eşidib. Gələn səs qonşu qapıdan olub, kimsə qapını açaraq öz evinə girib. Lakin onlar bilmirdilər ki, bu müddət ərzində bu qocaman, ziyalı ailə ilə bağlı çöldə dəhşətli bir plan hazırlanırdı. Hərçənd barələrində hazırlanan ilk plan həyata keçsəydi, bəlkə də daha yaxşı bir sonluq olardı. Heç olmasa ev qarət olunsa da kimsə ölməzdi. İlk planın nə olduğunu az sonra bildirəcəyik. Hazırda isə 1997-ci ilin
Bakıda törədilmiş ən dəhşətli qətllərdən birinin baş verdiyi anı təqdim edirik. Qüdrət müəllimin yatdığı, Zərnişan xanımın mətbəxdə çalışdığı bir zamanda qapı döyülür. Artıq blok alatoranlıq olduğundan Zərnişan xanım qapıda duranın kim olduğunu görə bilmir. Buna görə də soruşur. Kimdir? Blokdan isə qadın səsi eşidilir. Nənə, mənəm, Şəfəq. Lakin Zərnişan Əlibəylini bu səs tam qane eləmir. Axı o Şəfəqin səsini tanıyırdı. Bu səs isə Şəfəqin səsinə oxşamırdı. Ona görə də qapının zəncirbəndini çıxarmadan qapını yarımçıq açır və blokda tanımadığı iki qız görür. Təəccüblə onlara baxıb deyir ki, bəs dediniz Şəfəqdir. Qızlardan biri özünü itirmədən deyir ki, yox, nənəcan, biz dedik ki, Şəfəq evdədir, elə bildiyi sizə gəlib. Demişdi sizdə olacaq. Zərnişan xanım isə onun üçün çox aydın olmayan bu söhbəti uzatmadan deyir ki, yox, bizdə deyil, gedib. Daha sonra qapını örtüb yenidən mətbəxə qayıdır. Çox keçmir ki, qapının zəngi yenidən çalınır. Bu dəfə o qapıya yaxınlaşanda heç ağzını açmamış blokdan səs gəlir. Nənəcan, Şəfəqdir, aç. Zərnişan xanım nəvəsinin səsini həmən tanıyır. O sevimli nəvəsinin səsini təbii ki, uzaqdan da tanıyırdı. Nəhayət ki, bu müəmmadan rahatlaşır və az əvvəlki qızların da gəlişinin səbəbi ona aydın olur. Düşünür ki, yəqin Şəfəq hansısa rəfiqələrinə deyib ki, nənəmgilə gedirəm, bura gec çatıb Şəfəqin rəfiqələri də ondan əvvəl gəlib onu maraqlanıblar. Bunları düşünərək tərəddüd eləmədən qapını açır. Ardına da baxmadan yataq otağına doğru irəliləyir ki, ərini də oyatsın. Ancaq o qapının gec örtüldüyünü hiss eləyir. Geri baxanda isə görür ki, İçəridə Şəfəqdən başqa 3 adam da var. İkisi qız, biri cüssəli oğlan. O qızları həmən tanıyır. Onlar az əvvəl Şəfəqi soruşan qızlar idi. Onlar qapının yanında durduqları zaman sizə başqa bir məqamı anlatmalıyam. Az sonra məhz bu qanlı olayın baş verdiyi Kandara qayıdacağıq. İndi isə bu planın qurulma anına nəzər salmalıyıq ki, hər şey dəqiq aydın olsun. Bu dəhşətli faciənin planı isə belə qurulur. Əslində Zərnişan xanımın qızının qızı olan, yəni nəvəsi olan Şəfəq az əvvəl də işarə etdiyimiz kimi gözü göylərdə olan bir qız idi. O kirayədə qalmağını bəhanə eləyib gileylənsə də əslində dolanışığı çox da pis deyildi. Sadəcə gözü daşqaşda, bahalı evdə qalan Şəfəq nənə babasından çox şey umurdu. O zamanla istəyirdi ki, imkanları pis olmayan Qüdrət Tahirli və Zərnişan Əlibəyli onlara ev alsın, qiymətli hədiyyələrini onlara versin. Nənə və baba bu ailəyə kömək eləsələr də, Şəfəqin istəkləri daha yuxarılarda idi. Beləliklə, Şəfəqin onlara son gəlişi də heç də övladını nənə babasının yanına gətirmək, nənə babasını sevindirmək üçün yox, məşum bir planla bağlı idi. Şəfəq tortu da, mürəbbəni də boşuna gətirməmişdi. O çay qonaqlığı zamanı nənə və babanın stəkanına yuxu dərmanı qatmışdı. Plana görə onlar dərin yuxuya gedəcəkdi. Şəfəq evdən gedəndən sonra, Şəfəq bir müddət sonra öz yoldaşları ilə qapını çöldən açarla açaraq içəri girəcəkdilər və evi soyacaqdılar. Lakin Zərnişan xanım qapının təkcə qıfılını deyil, həm də çəkmə cəftəsini bağlamışdı. Məhz bu hadisədən bir müddət əvvəl qapıdan gələn səs də məhz həmin səs idi. Kimsə açarı qapının yatağına salmış, fırlamış, qıfılı açmışdı. Lakin ardınca qapını açmağa çalışsa da içəridən başqa maneənin olduğunu görüb tez oradan getmişdi. Bir daha qeyd edək ki, Zərnişan xanım həm də qıfıldan əlavə mexaniki bir üsulla da qapını bağlamışdı. Zərnişan xanımın yuxu dərmanından yuxuya getməməsinin səbəbi isə ya dərmanın keyfiyyəti, ya da miqdarı ilə bağlı idi. Çünki onların hər ikisi Şəfəqin verdiyi çayı içmişdilər. Onsuz da xəstə hal olan Qüdrət Tahirli yerinə uzansa da Zərnişan xanım yatmamışdı. Bəlkə də Zərnişan xanımı ayaqda tutan məhz onun həmən mağazaya getmək istəməsindən sonra açarı tapmaması olmuşdu. Açarı tapmadıqda isə o narahat olub bir neçə adama zəng eləmiş, axtarmağa davam eləmiş, bəlkə də narahat olduğuna görə yuxusu gəlsə də yatmamışdı. Çöldə isə proses gedirdi. Şəfəq öz baldızı Sevda və tələbə yoldaşı Aytəkinlə məşum bir plan qururdular.
Onlar əvvəlcə qapını açarla yoxlayır, onun içəridən bağlı olduğunu gördükdə anlayırlar ki, plan belə baş tutmayacaq. Bu zaman yenidən aşağı düşür və ayrı bir plan barədə düşünməyə başlayırlar. Daha ağır bir plan. Deyirlər ki, qızlardan ikisi Şəfəqin adı ilə qapını açdırsınlar, güya ki gələn Şəfəqdir. Sonra nənələri gördükdə ki, bunlar Şəfəq deyirlər, onlar içəri basqın eləyərək qadının ağzını, əllərini, qollarını bağlasınlar və yaşlı insanları qaranlıq otağa saldıqdan sonra Şəfəq də gizlincə yuxarı qalxıb içəri girər, qiymətli əşyaların yerini deyər. Bu versiyada alınmadıqda, yəni Zərnişan xanım qapını zəncirbəndlə yarımçıq açdıqdan sonra onlar daha qanlı bir olay düşünürlər. Onları öldürərək əmlaklarını ələ keçirmək. Bunun üçünsə canilərə bir kişi də lazım olacaqdı. Bunu deyən kimi Şəfəqin elə öz ağlında olan tələbə yoldaşı Aytəkin deyir ki, mən qardaşımı çağıra bilərəm. Beləliklə Aytəkin qardaşı Anara zəng edib deyir ki, təcili Qaqarin körpüsünün yanına gəlsin. Beləliklə Anarı da özlərinə ortaq edərək növbəti cinayət cəhdi edirlər. İndi isə qaydırıq evə və ahıl insanların qanının töküldüyü həmin məqama. Zərnişan xanım qapını açdıqdan sonra Şəfəqlə birlikdə evdə yad adamları gördükdə əvvəlcə məsələni anlamır. Elə ağzını açmaq istəyəndə bu dırnaqarası qonaqlar onun üstünə atılır. Ən qəribəsi isə budur ki, ittihamnamədə qeyd olunur ki, Şəfəq öz doğma nənəsinin, onu öz övladı kimi böyütdüyü nənəsinin başını dəfələrlə döşəməyə vurur. Daha sonra ağır ütünü onun başına çırpırlar. Bunun da kifayət olmadığını gördükdə onun boğazına ip salıb boğurlar. Beləcə qadın huşunu itirir. Bu an səsə xəstə professor gəlir. Onun da başına ütü ilə bir neçə zərbə endirirlər. Daha sonra iplə boğurlar. Onsuz da canının yarısını itirmiş qoca professorun da huşu bu gənc canilərin əlində itir. Onu da arvadının yanına uzadaraq evi ələk-fələk edirlər. Bu zaman Zərnişan Əlibəyli oyanaraq qışqırır, lakin onu yenidən zalımcasına sustururlar və artıq öldüyünə əmin olurlar. Aytəkinin qardaşı isə onların plandan uzaqlaşdıqlarını görüb evdən qaçır. Çünki onlar əvvəldən güya belə sözləşmişdilər ki, qocaların yalnız əl-qolunu, ağzını bağlayacaqdılar. Lakin Şəfəq yaxşı bilirdi ki, əgər nənəsi qapını ona açıbsa, onu evdə görübsə, nənəsini sağ buraxa bilməz. Beləliklə, qızlar evi alt-üst edirlər. O zamanki pulla təxminən 6 milyon 800 min manatlıq, indiki pulla 1300 manatlıq zinət əşyaları tapırlar. İşlərini tam bitirmədən həyətdən polis maşınının sirena səsi eşidilir. Xain xoflu olar deyib atalar. Qızlar düşünür ki, polis bu hadisə ilə bağlı gəlib. Tez evdən çıxaraq qaçırlar. Lakin polis həmin gün küçəyə başqa məqsədlə gəlibmiş. Qızlar təcili Şəfəqgilə gedib yuyunur, paltarlarını dəyişir və düşünürlər ki, qocalar artıq ölüb. Lakin onlar evdən çıxdıqdan bir neçə dəqiqə sonra Zərnişan Əlibəyli yenidən özünə gəlir. Sürünə-sürünə qonşunun qapısını döyür və beləcə polisə təcili tibbi yardıma zəng olunur. Qocalar xəstəxanaya çatdırılır. Qızlar təzəcə yuyunub, qanlı paltarlarını dəyişmişdilər ki, polis onların qapısını döyür. Zərnişan Əlibəyli sağaldılaraq ertəsi gün evə buraxılır. Professor Qüdrət Tahirli isə bir neçə gün sonra xəstəxanada keçinir. Maraqlı və dəhşətli məqamlardan biri də budur ki, Şəfəq və onun tələbə yoldaşı Aytəkin hər ikisi orta məktəb müəllimləri idi. Şəfəqin baldızı ali təhsilli həkim, Aytəkinin qardaşı isə ali təhsilli iqtisadçı idi. Ali təhsilli şəxslərin bir yerə toplaşıb törətdikləri bu dəhşətli qətlin məhkəməsi Bakı şəhər məhkəməsində keçirilir. Məhkəmədə Şəfəq Məmmədovaya 13, onun baldızı Sevda Balayevaya 11, iş yoldaşı Aytəkin Xanlarovaya 8, Aytəkinin qardaşı Anlar Xanlarova isə 6 il cəza verilir. Bu veriliş həmin vaxt məhkəmə zalında olan jurnalist, yazar Rafiq Hacıyevin İstintaqı Peşəkarlar Aparır kitabından götürülüb. Bu barədə yazılan məqalənin son cümlələri isə belə bitir. Hökm oxunanda Anar ağlayırdı, Aytəkin dolmuşdu, Sevda yerə baxırdı. Şəfəq isə nə qədər qəribə səslənsə də
qayğısızcasına gülümsünürdü. Salamat qalın.